Tovuz Turan Şəhid Ailələri Birliyi adından hal-hazırda Gəncədəyik. Şəhidimiz Namazov Elməddin Nəsiboğlunun evinə gəlmişik. Anasını ziyarət etmə gəlmişik. "44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olub Namazov Elməddin Nəsiboğlu. Allah ruhunu şad eləsin. Elməddinin simasında cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. Sen ona. Vay Allah. Ne güzel insanlar ya. Hırsız kalmışım, canım sevdim biraz. Ağladım. Oradan elma var. Ooo, siz lan. Canım sevdim. Ona gelmiyor, bata burada. Ben üstüne sağlık, ağrıdım da üstüne sağlık. Allah sana çürmeyen olsun şef abi. Eşata geç. Ufak geçirdim. Geç, başına dönüm geç. Ufak geçirdi. Geçirdim ben de. Operasyon maliyem yakınlarda. Tamam. Aynı 14 gün, fevral günü. Fevral'da. Sayfada başta sağda demedim de konağım olacak. Demeliydim, daha demeliydim siz. Şəhidimizin ev muzeyidir. Çox gözəl, düşünülmüş, çox gözəl bir otaqdır. Sağ olun. Şəhidimiz sağlığında dostluğumuz olub. Həqiqətən də çox dəyərli vətənpərvər insan olubdur. Bəlkə də mən deyərdim ki, Zaur Azərbaycanda şəhidlərimizin ziyarətində olanda çox adam şəhidləri ziyarət eləmirdi. Şəhidlik Zaurun öz arzusuydu. Dəfələrdən həmişə deyirdi ki, Allah Teala məni sevirsə o şəhidliyi də mənə nəsib eləsin. 44 günlük müharibədə də Allah Teala nəsib elədi o şəhidliyi Zaura. Çox dəyərli qardaşımız idi Zaur. Çünki Zaurdan biz Vətən müharibəsi 12 yıl döyüşlərində tanış olmuşduq. 12 yıl döyüşlərindən Vətən müharibəsinə qədər olan o arada Zaur qardaşımız Tovuza gəlirdi. Tovuzda kömürlü olaraq şəhid bulaqlarının tikilməsində, ondan sonra biz Tovuz Oynaqdan kəndində şəhid ailələrində və kənddə görüləcək işlərdə həmişə kömək olardı. Bizim yanımızda olardı, könüllü dəstək olmağa gələrdi. Ruhu şad olsun. Amin. Bu analardan tanıdın mı? Tanış edeyim sən analardan, gəl. Anam tanıdım. Biz geçmişiz. Tanıdım. Hamısına canım kurban olsun. Analarından, babalarından da hamısına. O vəfanı tanıyıram Vətən çox. müharibəsi şəhidimizin Elmar Şirinoğlu anasıdır. 44 günlük Vətən müharibəsində Snaperiz
Cavid Hüseynovun anasıdır. Nicat Qasımlı antiterror şəhidi Nicat Qasımlı anasıdır, atasıdır. Elməddin Nəsibovun, sizin Elməddinizin adaşı, Elməddin Nəsibovun Allah atasıdır. hər birinə rəhmət eləsin. Atıf Məkanı Qasımov cənnət bacısı. olsun. Ruhu şad olsun. Amin. Allah hər birimizə səbir versin. Özüm başqa bir şey bilmirəm. Amin. Olmuşam Şəmkirdə, Tovuzda, Qazaxda, hamısında olmuşam. Adlarını yadımda saxlaya bilmirəm. Mən ikinci Geyfaq demək. Allah Allah günah köməyindadır. Allah razı olsun. Bu Özümə anamızla yollar. Bir səbir. telefonla danışırdıq, ara bir anayla danışırdıq telefonla, amma bir-birimizi həqiqətən görməmişdik. İndi ola bilsin hansısa tədbirdə rastlaşmışıq, amma tanımamışıq. Ana demişdi ki, bir gün bizə də gələrsiniz ziyarətə. Demişdim, baş üstə. Bir gün gələcəyik. O gün bu gün imiş, nəsib oldu ki, anamızın ziyarətinə gəldik, anamızın əlindən öpdük. Elmar müəllim həmişə danışırdı bu şəhid haqqında. Onda şəhidlər Toza gələndə də deyir, şəhid vaxtlarda gəlib kömək eləyir. O Zal idi. Zardı. Hə, o Zal. Zal. Gidelim. Ya sən o get qovular Yok yok. Bak, çay geçmiş. Geçlerken gidelim orada. Yox, bizə də gəldiysən görək. Ben çok sevindim. Allah'ın dostum çok şad oldum. Allah Her birimiz şad eləsin. o kadar sevindim. Allah Kur'an kömək hakkıyla olsun. Allah tanıdığım şükür. abiyle beseyir. Bir sen. Elə bildim bir kardeşim, bir bacım kapımı açtı. Vallahi billahi minan ben düz değil canım hamısına kurban olsun ama ben başkaca bir analardanım. Andolsun Allah. İnan gecem, gündüzüm evlat, ben o şehidim üstünden el çekebilmirəm. Bak ağrıdığımda ben o Sənanın maması her şey yanımda olup, gelip girip değildi. Ama diğer günün ha çalıştım gidebilmedim. Beni bağışlayın, sarıqdayım bu dəqiqədə. Peki Allah köməyin olsun. Allah Allah şəfalar kömək versin. olsun. Özünüz olmasa, yüreğiniz orada. Gide, bir geçtecen orada çay için gidin. Bir də oranı hazırla gəl. Hazırlasın. Hani bilirsən mi? Bunu görsən burada. Onlar mı da? Əlbəttə ki. Onun bax bir dənə xatirəsi itər. Sen bu bir yaşlı çaylığında tırnağı kapının arasında kalmıştı. O tırnağını saklayır. Deyirdi ana neyi yiyeceksen? Deyirdim oğluma göstereceğim ki atanın gör ne balaca tırnak olur burada. Bu 5 yaşında o namaz kılırdı. İmamzadəyə gedirdi. Bunu götürdü ayeten kürsüdü. Her bir yaşında mən bir üzüyü alırdım. Bacısı bir üzüyü alırdı. Bu cibindən çıxan qanlı pullarıdır. O sepləri də bilsən. Heç bir ay neçə gün idi provasını almışdı. Hamısı yanı özünə ait. Bu cibindən çıxan saqqızıdır. Çox yemək yemirmiş. Yemək yemirmiş. Saqqız çiğnəyirmiş. Bax bir dəri bir sümükdə. Əllərinə baxırdın qırış-qırış. Ucunun içini açdım belə. Eləydim mazor. Dünyada bilsən nəyə mən hapsılanıram. Düz deyil, adımızı ucaltdı, başımızı ucaltdı. Onlar neçə ki dünya var yaşayır, ölən bizə. Amma digər çoxsundu. 9 dənə qurbanla tapmışdım. Qurbandan ikisi qalmışdı. Bax o kəlağaylar çox elə bir evladı idi ki, mən hələ evladı bitirməyimə çox hayıfsılandım. Bilsən, Allah səbir versin. Onların hamısı həqiqətən dəyərli evlatlar. seçilmiş bir evlatlar idi. Seçilmiş, zulümlə Mən sizə bölmüş sual bir verdim evlat. ki, onu nə məqsədlə saxlayırsan? Mənim də balamı uşaq vaxtı ədyalı. Başından ilk dəfə qırxdığım tük, özüm qırxmışam. Başının Başını eləcə altında saxlayıram. Başqanın içində. Mən onu hələ heç kimə deməmişdim, amma indi deyirəm. Onu Ona görsən. deyəndə. Hə. Onu niyə saxlamışıq? Qoluna o balnisədə Neçə verilərdi. Deyirdim balalarıma köksədəcəm. Niyə saxlamışıq? Nəyə görə saxlamışıq? Qurban olduğum Allah deyir ki, sən saydığını say, gör mən nələr eləyəcəm. Mən kimi çox istəyərsən onu əlindən Birinci alacağım. sinifə gedəndə mən Ayaqlarını- birinci sinifə gedəndə gündəliyini, gündəliyini
aldığı qiymətləri ilk dəfə ruşka tutub yazdığı nümunələri, hərfləri. Amma o iki qızdan bir nişanə yoxdur 11 il. Deyir bizdən deyirəm nə bilim. Elə bir Allah adam ürəyinə nəsə damızdırır, nə deyim belə. İlk dəfə əskər məktubunu. Yanğılı özü yazıb, skoşdu boyuz bizimki itməsin. İlk əskər məktubunu. Bu onun müze yok. Sonra nə bilim hamısının elə nişanələri var ki. Ben otağı. Orada bak. Yarıya kim hörülmüştü. Yarımçık kaldı. Yarımçık kaldı. O mahalleye gidende hörülmüştü bile. Yarımçık kaldı. Aynanın altına gitti. Bizimki də katalog yığdırmamışdıq. Deyirdi bura mənim bəy otağım olacaq. Mənə bir ürək yığdırarsın. Atası ürək forması yığdırmışdı. İndi o ziyarət otağıdır. Sarapata koymadıydım ha. Deydim ki sen oradan ev tikecek. Deydi bura benimdi. Ad günümdə. Ana el eləməyin siz ora keçirin. Ad günümdə mənə qızıl gülləri alırdı. Onun hər birini quruyub bax, dənə-dənə saxlamışam. Bax onun hamısı o nə əhəmiyyət kəsb edirdi ki, sadəcə durur elə bil o xatirələr qaldı onlardan. Ana sizinmi şəklinizdir? Ben, Sizsiniz. o da benimdi. O birisi de benim şəklimimdi. Can. Əskər olanda şəklidir. Ben. Can. 2016-cı ildə Naxçıvanın Şahbuzlarında təlimdə olub bizə dedi. 2016-cı ildən təlimdə olub. Təlim adından da getdi də. Araq deyildi ki,